Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir çiçəkli naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jiletə, ceketə, ətək hissəsinə, papağa, uşaq adyalına, nəyə istəsəz toxuya bilərsiniz. Bu naxış 10 ilməkdən əmələ gələn bir naxışdır. İndi mən bunu bütöv götürən deyiləm. Belə bir ortadan bir naxışı belə göstərəcəm toxunmasını. Bunu necə istəsəz toxuya bilərsiniz. Belə 10-10. Mən arada 2 tərs qoymuşam ilmək. Arasında necə istəsəz elə qoya bilərsiniz. İstəsəz bu gülləri bir sıranı belə toxuyub ikinci sırada ortaya da sala bilərsiniz. Kimin ürəyi necə istəyir, hələ də toxuya bilər. İndi bunun üçün mən belə bir sapımı götürürəm. Naxışın birini göstərəcəm, bir naxışı. Onun üçün də 10 ilmədən əmələ gəlir. Hər tərəfə də 2 ilmək tərs qoyacağım. 14 ilmək. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10 ilmək naxış üçün. Hər tərəfdən də 2 ilmək. 14 ilmək. 14 ilmək yığdım elimin üstünə. Bunu da kəsirəm buradan. İndi mən burada rezinka toxuyan deyiləm. Kimin ürəyi istəyir, necə toxuya bilər. Mən indi burada rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyacağım. Bir sıra düz üzdən, bura düz üzüdür. Birinci ilməni də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri də bu yüzden tərs toxuyuram. Tərs üzdən də bir sıra tərs toxuyuram. İndi bura düz üzdür, düz üzdən 2 ilməni tərs toxuyuram əvvəldən. 2 ilməni tərs toxuyandan sonra burada 12 ilmək qalmalıdır. İkisi bu kənarda. 2, 4, 6, 8, 10 ilmək. Bu 10 ilməyin 1, 2, 3, 4, 5 ilməyi boyunu götürürük. 5 ilmədən sonra aradan bir ilmək çıxardıram. Keçirdirəm bu milə. Buradakı birinci ilməklə ikisini bir yerdə götürürəm, düz toxuyuram. Sonra bu 4 ilməni toxuyuram. 1, 2, 3, 4. Götürdüyüm yerdən sonra 4 ilmək toxuyuram. Bu tərəfdən də indi 4 ilmək toxuyuram. 2, 3, 4. Bu 5-cini, bu ilməni hardan götürmüşəmsə, həmin yerdən bir ilmək belə götürüb çıxardıram. Bu 5-ci ilməklə bir yerdə ikisindən bir ilmək çıxardıram. Bu formada. Bu kənardakı 2 ilməyi də yenə tərs toxuyuram. Belə.
İndi burada kənardakı 2 ilməni düz toxuyuram tərs üzdən. Bu 10 ilməni, onunu da bu yüzden tərs toxuyuram. O ilməklər düz üzdən hamısı düzdür. Bu 10 ilmək. Kənardakılar 2 tərsdir hər tərəfdən. Axırdakı 2 ilməni də yenə düz toxudum. Belə. İndi düz üzdən yenə bu kənardakı 2 ilməni tərs toxuyuram, götürürəm. Bu əvvəl götürdüyüm o ilməni, 5-ci ilməni, birincini toxuyuram. Sonra bu 2-ci ilməyə keçirik. Həmin yerdən yenə bir ilmək çıxardıb keçirdirəm milə. Mil üstündəki bir ilməklə bunun ikisini bir yerdə götürdüm. Burada qaldı 3 ilmək. 1, 2, 3. Bu tərəfdə qalır, 3 də bu tərəfdə. 1, 2, 3 götürdüm. Bu 4-cü ilməyi yenə buradan götürürəm, bir ilmək çıxardıram buradan. Bu 4-cü ilməklə bir yerdə. İkisindən bir ilmək çıxardıram. Bu birinci toxuduğumu yenə düz toxuyuram. Yenə 2 tərsi kənardan toxudum. Bu formada. İndi tərs üzdən yenə tərsi tərs, düzü də düz. Bu 2 düz kənarlar. Bu ortadakı 10 ilməni yenə tərs toxuyuram. On ilməni, onu da tərs toxudum. Bu kənardakı 2 ilməni yenə düz toxudum. Bu düz ilməklər düz üzdən tərsdir. Belə. İndi yenə kənardakı 2 ilməni toxuyuram. İndi buradan 2 düzü toxuyuram. Bir artırıram. 2 düzü toxuyub, üçüncünü buradan götürürəm. Yenə həmin yerdə, eyni yerdən çıxardıram hamısını. Keçirtib belə bu 3-cü ilməklə bir yerdə çıxardıram. Bu ortada yenə burada 2 ilmək qalır. 2 ilmək də bu tərəfdən. 4 ilmək. Bu ilməni indi yenə buradan eyni yerdən çıxardıb belə götürürəm, milə keçirdirəm. Bir yerdə ikisindən bir ilmək çıxardıram. Yenə yanındakı, kənarındakı 2 düz ilməni yenə düz toxuyuram. Kənardakı 2 tərsi də yenə tərs toxuyuram. Formada. Mən burada deyəsən səhv elədim. 3-cü ilməyi yerinə 2-ci ilməyi toxumuşam. Bir dəqiqə bunu buradan açım. Ortada bunu toxumuşam. 1, 2, 3. Bu kənardan da düz toxumuşdum elə. Düz toxumuşdum. 2, bu 3-cü ilməkdir. Burada ilmək ilişib qalıb, ona görə başa düşmədim. Bu ilmək belə olmalıydı. İlmək. Ona görə səhv elədim. İndi burada yenə 1, 2, 3, 4 ilmək qalır. Bu aradan yenə bir ilməyi çıxardıb keçirdirəm milə bura. Bu 3-cü ilməklə bir yerdə. Sonra bu kənarındakı 2 ilməyi yenə düz toxuyuram. Kənardakı 2 ilmək də tərs. Belə. Gül formasını alır. Kənardan yenə 2 düz, 1, 2, 3,
4, 5, 6, 7, 8, 9, 10 ilmek. Ters toxundu. Kənardakı 2 ilmeği də yenə düz toxudum. Toxuyan qədər bu ortadakı ilmeklər azalır. İndi yenə buradan 2 tərsi toxuyuram. Bu tərslər yerindədir. İndi buradan 3 düzü toxuyuram. 3 dəfə buradan çıxartmışam. 1, 2, 3. Bu 4-cü ilmeği buradan yenə çıxardıram eyni yerdən. İndi 4-cü ilmeği toxuyuram. 4-cü ilmeklə bu ilmeği bir yerdə götürürəm. 1, bu 2 ilmek qalır ortada. Bu yandakı ilmeği də yenə oradan çıxardıram eyni yerdən. Bu ilmeklə bir yerdə götürdüm. 3 tane də düz. Kənarda da 2 tərs var. Bu formada. İndi arka tərəfdən yenə tərsi tərs, düzü də düz. 2 düz, qalan ilməkləri tərs toxuyuram. Şimdi yenə kənardakı 2 ilməyi toxuyuram. Burada indi 4 düzü toxuyuram. 1, 2, 3, 4 düz. Bu 5-cini yenə buradan ortadan götürüb keçirdirəm milə. Bu 5-ci ilməyi buradan 2 ilməkdən birini çıxardıram. Burada 1 ilmek qalır. Bunu da yenə buradan çıxardıb bu ilmeği toxuyuram. İkisini bir yerdə. Sonra yenə yanındakı 4 ilmeği düz toxuyuram. Kənardakı 2 ilmeği də tərs. Belə gül alınır. İndi arxa tərəfi də yenə tərsi tərs, düzü də düz. İki də düz kənarda. Belə bu formada bir gül alınır. Belə. Bu da belə. Bunu indi istəsəz ki artırmaq. Burada 10 düz 2 tərs. Aralarında 2 qoymuşam tərs. 10 düz 2 tərs. 10 düz 2 tərs. Belə artırırsınız nə qədər istəsəz. Bu formada bir naxış alınır. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videolarımda görüşənə qədər.